İlisunun rəmzi olan abidələrdən biridir Sumu qala. Adı ilə bağlı iki variant var. Hal-hazırda üstündə Sumugu qala yazılır və deyirlər ki, sümük kimi möhkəm olması münasibəti ilə bu ad verilib. Müdafiə qalasıdır. 17-ci əsrdə tikilib İlisu sultanlığının əvvəlki vaxtlarında. İkinci variant da odur ki, İlisu sultanlığının Sumu bəy ya da Sumu sultan adında bir hökmdar olub. Onun şərəfinə tikilməsi ilə bağlı əmri o verdiyinə görə ona görə Sumu qala adlanır. Kənddə fərqli fikirlər var, hər ikisini dəstəkləyən insanlar var. Restavrasiyadan sonraki halı gördüyümüz vəziyyətidir. 6 mərtəbədir. 6-cı mərtəbəsində Qorxma mən səninləyəm filmindən səhnələr var. Həmin film burada çəkilib. Filmdə də bu qalanın restavrasiyadan əvvəlki halını görmək olur. İçəridə də o filmin içərisindən şəkilləri götürüb qoyublar və bütün o yerdə qalan 5 mərtəbə üzrə də qədim alətlər, kənddən götürülən müxtəlif alətləri, orada eksponatları göstərirlər insanlara, muzey kimi fəaliyyət göstərir. İçərisinə girib pilləkənlərlə qalxmaqdan ötürü, yəni muzey dediyimiz hissəyə baxmaq üçün həftənin hər günü səhər 10-dan axşam 6-ya qədər açıqdır. Burada əməkdaşlar olur. Bilet qiyməti də 1-2 manatdır. Gəlib baxa bilirsiniz. Qış vaxtı istilik problemi ilə əlaqədar fəaliyyət göstərmir, amma turist qrupları olsa əvvəldən qoruğa məlumat verməklə burada gəlib yenə muzey hissəyə də baxa bilirsiniz. Qaxa gələndə avtomatik İlisuya gələsiniz. Görməli yerlərin böyük bir əksəriyyəti İlisu kəndindədir. Kənddə də yenə muzey olaraq görməli abidə, ayaq üstə qalan sağlam abidə kimi 1-2 abidədən biridir. Mütləq gəlib Sumu qala ya da Sumuk qalaya baş çəkə bilirsiniz. Bütün onlayn xəritələrdə də var. Rahat gəlmək olur. Asfaltdan dönəndən sonra bir 300-400 metr yer fərşdir, daş yoldur. İstəsəz maşını asfaltda saxlayıb piyada qalxın ya da maşınla bura kimi qalxmaq olur parkinq ərazisinə qədər.